Dua üçün qibləyə üz tutmağa ehtiyac yoxdur. Dua üçün dəstəmaz almağa ehtiyac yoxdur. Belə bir qayda yoxdur. Və duanın konkret olaraq forması yoxdur. Sən istədiyini eləyə bilərsən. Çünki dua nədir? Ehtiyacım var, Allahdan istəyirəm. Amma namaz üçün dəstəmaz. Ritual. Əlbəttə, çünki deyir ki, namaza başlamadan qabaq dəstəmaz alın. Əlin necə tutulması, barmağın oynadılıb-oynadılmaması, ayaqların necə qoyulması, bunlar təfərrüatdır. Bu formalarda israr etmək həqiqətən də problemdir. Məsələn, Peyğəmbər bəzən əlini bu cür qoyurmuş, yorulduqda əlini bu cür eləmiş, yaşlandığı vaxt dizlərini birinci atırmış, amma cavan olarkən əllərini birinci atırmış. Bunlar təfərrüatdır, bunlar əsas deyil. Elə adam ola bilər ki, otura bilməz. Bəli, otura bilmir. Ola bilər ki, insan ümumiyyətlə xəstəliyinə görə o hərəkətləri icra eləyə bilmir. Bu vaxt din icazə verir ki, uzalı vəziyyətdə gözləri ilə namaz qılsın. Peyğəmbərimiz bəli, Məkkədəykən hələ erkən dövrdə 2 vaxt namaz qıldı. Daha sonra bütün digər ayinlərdə olduğu kimi namaz da tədricilik qaydasına uyğun olaraq onun da sayı artırıldı. Oruç da belə idi. Peyğəmbərimiz Mədinəyə gələnə qədər 30 gün oruç tutmurdu və heç kim də tutmurdu. Ayrı-ayrı günlərdə tuturdular. Tədricən orqanizm öyrəşdi. Bundan sonra insanlara din yavaş-yavaş sevdirildi. Daha sonra əsl hökmlər gəldi. Eyni ilə namaz da belə idi. Namaz müəyyən vaxtdan sonra 5-ə çıxarıldı. İnsan yad bir dildə, anlamadığı bir dildə necə zikr eləyə bilər? Necə dua eləyə bilər? O, hardasa süni deyilmi? İslam ümumdünya dini olmaq kimi bir iddiadan çıxış edir. Ümumdünya dini olmaq üçün sənin ayrıca ibadət sistemin olmalıdır. Xalqdan xalqa, ölkədən ölkəyə, dövrdən dövrə dəyişiləcək ibadət sistemin olmamalıdır. Vahid ibadət sistemin olmalıdır. Vahid ibadət sisteminin də vahid dili olmalıdır. Salam əziz Amin izləyiciləri. Yenə sizin görüşünüzə gəlmişik və bugün əziz dostum və Amin verilişinin sevimli ekspertlərindən biri olan Elvüsal müəllimlə studiyadayıq. Xoş gəlmişsiniz Elvüsal müəllim. Xoş gördük mən. Elvüsal müəllim, bir ilə yaxında ağlımda bu ideya var idi. Namaz haqqında bir müzakirə açmaq və bir veriliş çəkmək. Həmişə də sizi ağlımda tutmuşam. Nəhayət bugün o gündür. Biz bugün namaz haqqında danışacağıq. Bu ibadətlərin ən öndə görünənidir. Bəli. İndi demirəm ən birincisidirmi, nədirmi? Amma hər halda bütün dinlərdə ən öndə görünən ibadət namazdır. Öz şəkli ilə, forması ilə və dindar olmayan insanlar üçün bu bir qədər qəribə təsir bağışlayır ki, insanlar eyni şeyi təkrar deyirlər, günün müxtəlif vaxtlarında deyirlər. Bu nədir? Bunun nə xeyri var bu cür təkrar deməyin? Bir İtalyana deyirlər ki, sən mütləq yatmazdan əvvəl dua eləməlisən və ona xristian duasının sözlərini öyrədirlər. O da çətinliklə bunu öyrənir və bir gün deyir. Növbəti gün axşam ancaq bircə söz deyir, ditto, yəni dünən dediyim. Belə başa düşür ki, təkrar bunu deməkdənsə, bir dəfə dedim, bəsdir. Hər halda bu məsələnin bir kökünə istəyirəm bir aydınlıq salasınız. Namaz ibadətinin mahiyyəti nədir? Müşfiq müəllim, bayaq belə bir məsələyə toxundunuz ki, görəsən dünən etdiyimi bugün etmək həmişə faydasız təkrarmı olur? Təkrarların heç də hamısı faydasız deyil. Elə təkrarlar var ki, zəruridir. Məsələn, bədəndə elə bioloji təkrarlar var ki, bizdən asılı deyil. O ritm pozulsa biz ölərik. Ağciyərlərin işləməyi, ürəyin işləməyi. Bunlar hamısı ritmik aktı ifadə edir. Eyni zamanda biz hər gün qidalanırıq. Dünən qidalandığımız kimi bugün də qidalanırıq. Biz düşünsək ki, dünən qidalanmışıq, bugün qidalanmaq təkrardır və faydasızdır, ondan imtina etməliyik. Nəticədə nə baş verər? Naxoş bir sonluqla üz-üzə qalır. Yuyunmaq. Bəli, hər şey. Ümumiyyətlə, həyatın özü ritmdən ibarətdir, ahəngdən ibarətdir.
ahəng heç də həmişə pis deyil. Dövrüdür. Ahəng yaxşıdır, dövrüdür, ritim yaxşıdır. Namaz insan həyatında hansı rol oynayır? Ümumiyyətlə, insan sosial varlıqdır. Onun həmişə rabitəyə, ünsiyyətə, əlaqəyə ehtiyacı olmuşdur. Hələ ana bətnində ikən bu bioloji varlıq ana ilə müəyyən rabitədə olur. Ananı hiss eləyir, ana da öz balasını hiss eləyir. Daha sonra o dünyaya gəlir, onda şuur inkişaf eləyir. Həm şuur inkişaf etdikcə bioloji baxımdan, həm də sosial baxımdan ətrafındakilərlə ünsiyyət qurur. Daha sonra böyüyür, dostları olur, həyat yoldaşı olur. Bütün bunlar hər şeydən qabaq ünsiyyətdir, rabitədir. İnsanoğlunun ünsiyyətə, rabitəyə ehtiyacı var. Amma bizim rabitəmiz təkcə bu dünyadakı varlıqlarla məhdudlaşmır. Elə anlar var ki, elə məqamlar var ki, ya daxilimizdə elə bir komponent var ki, biz o anlarda özümüzü təsdiqləmək üçün, o daxilimizdəki komponenti təmin etmək üçün dünyadan kənar, metafizik varlıqlarla da əlaqə yaratmaq ehtiyacını hiss edirik. O varlığın adı Allahdır. Namaz Allahla bizim rabitəmizi təmin eləyir. Təsəvvür eləyin ki, yer üzündəki simli simsiz rabitə qovşaqları sıradan çıxıb. Daşına bilən və daşınmayan telefonlar işləmir. Yerüstü kosmik peyklər fəaliyyətini dayandırıb. Hava, yer, su nəqliyyatı iflic olub. Siz təsəvvür edirsinizmi, yer üzündəki həyat hansı vəziyyətə gələrdi? İnsanoğlunun da həm ətrafındakiləri ilə, həm də ən ali varlıqla rabitəsi kəsildikdə hər şeydən qabaq bu onun özünə mənfi təsiri göstərir. Namaz bu baxımdan insanı tənha qalmaq qorxusundan xilas eləyir. Psixoloqlar tövsiyə edirlər ki, ürəyiniz sıxıldıqda sizi başa düşən, sizi anlayan, xeyirxah, həssas birisinə qəlbinizi açın. Rahatlıq hiss eləyəcəksiniz. Çox maraqlıdır ki, eyni motivlə Allah da bizim Peyğəmbərimizə Məkkədəykən müraciət edib. Məkkədə o dinini yayarkən təzyiqlərə məruz qalırdı. Onu incitirdilər. Hər tərəfdən onu blokluyurdular. Və Peyğəmbərimizin ürəyi bundan sıxılırdı. Hər şeydən qabaq ürək sıxılır. Və görün Hicr surəsi 97-99-cu ayədə Allah öz Peyğəmbərinə mənəvi aspektdən necə dəstək olur. Ey Rəsulum, onların dediklərindən sənin ürəyin sıxıldığını bilirik. Sənin ürəyin sıxıldığını bilirik. Sən həmd səna ilə Rəbbini təriflə və səcdə edənlərdən ol və sənə ölüm gələnə dək ibadət et. Görürsünüzmü? Allahla olan rabitə, yəni namaz bizə hər mənada, mənəvi olaraq formada qalmaqda bizə kömək eləyir. Namaz mənəvi rabitəni təmin eləyir. Namaz insanın daxilindəki ruhun canlı qalmağını təmin eləyir. İnsanda ruh vardır. Ruhun qidası ibadətdir. Allahla birlikdə olmaqdır. Namaz Allahla mütəmadi, səmimi, sistemli, isti rabitəni təmin eləyir. Bu rabitə kəsilməməlidir. Bu nəyə bənzəyir? Yemək yeməliyik. Yeməyi biz bir gün 3-də, növbəti gün 6-da, 2 gün sonra, məsələn 11-də yesək, müəyyən vaxtdan sonra bu bizim orqanizmamızda təsirsiz ötüşməyəcək. Maddələr mübadiləsi pozulacaq, kökəlməyə başlayacağıq, əsəbi olacağıq, iştahamız kəsiləcək. Ruh da belədir. Davamlı Allahla ibadət əlaqə olmayanda ruhda da təlatümlər başlayır. Daxildə ciddi boşluqlar özünü göstərir. Aydındır ki, namaza bu cür hücumlar
oradan yaranır ki, insan konsepsiyası dəyişib də. Biz sizin dediyiniz insan ruhani insandır. Onun ezoterik tərəfi var, irrasional tərəfi var. Amma son 200 ildir ki, bəşəriyyətə rasional insan anlayışını, hətta mexaniki insan anlayışını təlqinləməyə çalışırlar. Bu bəsit insanın həyatında əslində bu cür irrasional ünsiyyətə yer yoxdur. Amma istərdim biraz bundan danışasınız. Rasionalizm, insana rasional baxış, bunun böhrana düşdüyünü görmək olurmu və ya göstərmək mümkündürmü? Müşfiq müəllim, bəşəriyyət düşünürdü ki, elm əsrinə qədəm basmaqla, kilsənin hakimiyyətindən imtina etməklə, Tanrını kilsələrdə həbs etməklə problemlərdən uzaqlaşacaqdır. Bəli, fiziki, texnoloji, elmi problemlərini həll eləyə bildi insanoğlu. Amma bu uzaqlaşma özü ilə birlikdə başqa bir problemi də gətirdi. İnsanlar əqlə, insan ağlına, insan bədəninə o qədər kökləndilər ki, elmə o qədər kökləndilər ki, ruh yaddan çıxdı, ibadət yaddan çıxdı, əxlaq yaddan çıxdı. Əxlaq rasional bir proses deyil. Əxlaq sırf spiritual, mənəvi prosesdir, mənəvi anlayışdır. Əxlaq birbaşa dəyərlərlə bağlıdır, birbaşa vəhy ilə bağlıdır. Bu olmazsa, insan elmi, rasional, intellektual varlığa çevrilir. Amma bu insanın mənəviyyatı boşdur, vicdanı sönükdür. Bu insan pragmatik insandır, özünü önə çəkən insandır, öz maraqlarını zirvəyə qaldıran insandır, başqalarını unudan insandır. Amma özü haqqında çox yüksək fikirdə olan insandır, bununla paralel olaraq. O, ətrafında problemlər baş verdikdə, bütün problemləri kənarda axtaran varlıqdır. Özünü əsla o qınamaz. İnsan özünü qınaya bilmirsə, insan etiraf eləməyi bacarmırsa, inkişaf eləyə bilməz Müşfiq müəllim. Yadıma ayət düşdü, and olsun özünü qınayan nəfsə. Bəli, və biz özümüzü qınamağa başlayanda özümüzü tanıya bilirik. Özünü tanıyan insan o öz nöqsanlarını da tanıyır. Öz nöqsanlarını tanıyan insan o boşluğu doldurmağı da bacarır və beləliklə inkişaf eləyir. Əgər bir insan özündə boşluq görmürsə, heç vaxt özü haqqında, təkmilləşmə haqqında, irəliyə getmə haqqında, təbii ki, şəxsiyyət baxımından mən nəzərdə tuturam, düşünməyəcəkdir. Müəllim, bu mövzunun oponentlərində belə bir məntiq var ki, mən orada da ciddi bir fikir görürəm ki, namazın öz dilində qılınması məsələsi. Bu yeni deyil tarixdə. Bilirsiniz ki, Hind dinlərində uzun illər bu, məsələn, sanskrit dilində ibadət edilir. Sanskrit dilində də Hindistanda heç kim danışmır. O sözlər dilə keçir, amma o dildə heç kim danışmır. Bu, kahinlərin, brahmanların dilidir. Xristianlıq da təxminən o yolla getdi və məsəl üçün arami dilində danışan İsa Peyğəmbərin dinini, məsələn, katolisizm Latın dilində ibadət edir ki, o dilin nə tər gəlib çıxdığını da belə anlaşılmazdı. Amma o dil bir kilsə dilinə döndü, toxunulmaz bir dilə döndü. Bizdə də təxminən, məsələn, ərəb olmayan müsəlman xalqlarında ərəb dili belədir. Yəni, orta statistik adamlar ərəb dilini bilmirlər. Mən də, məsəl üçün, ərəb dilini bilmirəm. Və insan yad bir dildə, anlamadığı bir dildə necə zikr eləyə bilər? Necə dua eləyə bilər? O, haradasa süni deyilmi? Və ya öz dilində dua elərsə, bu daha dərin hal etibarı ilə, yəni təsiri, daxili təsiri etibarı ilə daha güclü olmazmı? Çünki Allah özü də deyir ki, Allahın zikri daha böyükdür. Namaz sizi pis işlərdən çəkindirər, məşhur bir ayə var. Burada, məsəl üçün, yad dildə zikr eləmək argumenti, yəni fərqindəlik aşağı düşür
İstər-istəməz fərqində aşağı düşür. Mən məsələn yadıma gəlir ki, uşaq vaxtı sevdiyim ingilis mahnıları var idi. Ağlıma gələn formada onları oxuyurdum. Böyüyəndə 40 yaşımdan sonra oturub ingilis dilini öyrənməyə başlayanda baxdım ki, burada sözlər tamam başqaymış da. Belə bir şok yaşanır hardasa. Buna fikrinizi bilmək istəyərdim. Müşfiq müəllim, namazla bağlı tarixən ənənəvi, dominant, kanonik baxış mövcud olmuşdur. Amma xüsusən də son 100 il ərzində qeyri-ənənəvi yanaşmalar da özünü göstərdi. Elə Azərbaycanda da biz bu cür yanaşmaların şahidi oluruq. Yeri gəlmişkən sözünüzü kəsim. Məsələn, İmam Azam da istinad gətirərək deyirlər ki, Əbu Hənifə Fars dilində, ki, məsələn, insanlar öz dillərində Fatihə surəsini namazda oxuya bilərlər. Namaz qılmağa o icazə verən bir fitvası var. Buna toxunacağım mən. Bu məsələ təkcə namazın dili ilə bağlı məsələ deyil. Məsələn, elələri var, deyir ki, ümumiyyətlə namaz duadır. Quranda söhbət duadan gedir, namazdan getmir. Yaxud deyirlər ki, namaz cəmi 2 dənədir. 2 vaxt namaz var. Belə deyənlər var. Yaxud məsələn, namazlar 2 rükətlidir. Belə deyənlər var. Bilirsinizmi, bütün bunlar daha çox populyarlığa xidmət eləyən və elmi cəhətdən ciddi əsaslandırılmamış, yaxud natamam əsaslandırılmış nöqteyi nəzərlər ifadə edir. Və belə nöqteyi nəzərlər ortabab insanların xoşuna gəlir. Amma ziyalılara gəlincə, onlar belə düşünmürlər. Mümkündür ki, kütlə bu cür fikirlərə qane olsun. Kütlə ilə ziyalının fərqi var, Müşfiq müəllim. Ziyalı hər hansı bir söz deyildikdə, nəinki o sözün daşıdığı mənanı, onun nə məqsədlə deyildiyini də bilən şəxsdir. Amma kütlə sadəcə sözün özünə baxar. O sözün tutarlı olub-olmadığına baxmaz. Gələk namazın dili məsələsinə. Namaz tarixən ərəb dilində qılınmışdır. İndiyə qədər də bütün ölkələrdə hər yerdə namaz ərəb dilində qılınır. Lakin elələri var, deyir ki, o hər xalqın öz dilində qılınmalıdır. Bilirsinizmi, İslam ümumdünya dini olmaq kimi bir iddiadan çıxış edir. Ümumdünya dini olmaq üçün sənin ayrıca ibadət sistemin olmalıdır. Vahid ibadət sistemi olmalıdır. Nə deməkdir bu? Yəni, hər hansı bir xalqdan xalqa, ölkədən ölkəyə, dövrdən dövrə dəyişiləcək ibadət sistemin olmamalıdır. Vahid ibadət sistemin olmalıdır. Vahid ibadət sisteminin də vahid dili olmalıdır. Bu baxımdan, əgər Quran cahan şumul dindirsə, yaxud ümumdünya dini olmaq istəyirsə ki, olub, onun vahid ibadət sistemi vardır, vahid ibadət sisteminin vahid dili vardır. Bu, hər şeydən qabaq İslamın cahan şumul din olmağından irəli gəlir. İkincisi, əgər biz namazı başqa dildə qılsaq, o ayin olmaqdan uzaqlaşıb adi duaya çevriləcəkdir. Xristianların özlərinin namaz anlayışı var, yəni ibadət anlayışı var. Dua ilə yanaşı xüsusi ayinləri var onların. Gözlə, ayinlə dua fərqlənir. Yəni Fatihə surəsi onda dua yerinə keçmirmi? Onlar məsəl üçün onu... Fatihə surəsində biz dua kimi istifadə edə bilərik. Amma biz Fatihə surəsini hər gün müəyyən vaxtlarda, müəyyən formada, göstərilən formadan, kənarda çıxmadan etdikdə o ayinə çevrilir, duaya çevrilmir. Ayin başqa bir şeydir. Əgər biz də namazı ayrı-ayrı dillərdə qılmağa başlasaq, o ayin olmaq statusunu itirir. Bir ibadət o vaxt insana təsir göstərir ki, o institutlaşmış səciyyə daşısın. Ayin duadan fərqli olaraq periodik, yəni dövridir. Gündə bir neçə dəfə təkrarlanır. Konkret forması vardır, konkret dili vardır. Və biz məhz bu cür mütəmadiliyin içərisinə düşdükdə onun təsiri altında qala bilirik. Məsələn, orqanizm bir var ki, mütəmadi vaxtında qidalanır. Bir də var ki, spontan, xaotik formada qidalanır. Həkimlər birbaşa deyirlər ki, birinci orqanizm daha sağlamdır, ruh da belədir. Mütəmadi,
davamlı, vaxtı-vaxtında qaydalara əməl eləyərək Allahla rabitə qurduqda, yəni namaz qıldıqda, yaxud arada bir işi düşəndə və s. dua etdikdə fərqlənir bu cür ruhlarda. Bunu fərqləndirməliyik. Nəhayət bir məsələ var. Fərqindəlik məsələsinə. Bəli, ona toxunacağam. Bir məsələyə də toxunum. Bir də belə bir məsələ var, Müşfiq müəllim. Hər hansı bir dinə aid ayini icra eləyəndə, o dinə aid müqəddəs mətnin orijinallığından uzaqlaşanda ayinin sakral bütünlüyü pozulur. O ayin ola bilmir. Yaxşı, fərqindəliyə gələk. Siz deyirsiniz ki, mən başa düşmədən namaz qılanda... Sakral bütünlük pozulanda indi dünyada tutalım ki, xristianlığın təcrübəsi var da. Orada Lüteran kilsəsi yarandı, Anglikan kilsəsi yarandı və Pravoslav kilsəsi var ki, bunlar Katolik kilsəsindən fərqlidir. Pyotrun kilsəsi deyə onu əsas götürürəm. Belə çıxır ki, o biri kilsələr sakral bütövlüyü pozmuş olublar. Bəli, sakral bütünlük pozuldu. Çünki niyə? İbadət təkcə Allahla ağıl vasitəsilə əlaqə deyil. İbadət Allahı hiss eləməkdir. Sadə bir misal deyəcəyəm. Siz o fərqindəliyə toxunursunuz. Biz düşünəndə ki, bizim hal-hazırda təkrar etdiyimiz sözlər Allahın təkrar etdiyi sözlərdir və biz o vaxt bu şuurla özümüzü Allaha bənd eləyirik. Yəni, orijinallığı hiss eləyirik. Təsəvvür eləyin ki, biz bir mahnını sevirik. Sözlərini başa düşmədən də, amma o sözləri təkrarlayaraq o mahnıya özümüzü vermişik. O mahnını yaşayırıq. O mahnı bizim qəlbimizə daha çox təsir edir, ağlımıza deyil. Və kimsə gəlib deyir ki, sizdən o mahnının sözlərini tərcümə elə, o cür zümzümə elə. O tərcümə eləsə də, o başa düşmədən, o orijinalda oxuduğu mahnıdan aldığı həzzi heç vaxt sözlərini alababat tərcümə edərək oxuduqda almayacaqdır. Yəni, sözümün canı nədən ibarətdir? Allahla bütünləşmə təkcə ilahi kəlamı başa düşməklə baş vermir. Bizim namazda, ibadətdə səsləndirdiyimiz sözlərin Allahdan çıxdığının fərqinə vardıqda da baş verir. Mən qətiyyən biz ilahi kəlamı başa düşmədən oxumalıyıq kimi bir çağırış eləmirəm. Ona görə dedim təkcə. Əlbəttə ki, biz ilahi kəlamın mənasını da başa düşməliyik. Çünki başa düşəndə daha gözəl. İndi gəlirik bir məsələyə. Sizcə biz, məsələn, Alla Pugaçovanın oxuduğu milyon alıq roz. Bunu hər kəs qulaq asanda, sözlərini başa düşməsə də, oradakı sənətin təsiri ilə həqiqətən də xoş hisslər keçirir. Orada bir sənət var. Var. Elə deyilmi? Səs, estetika. Və inanın ki, o çox vaxt heç o tərcüməyə baxmaq haqqında düşünmür, rus dilini bilməyənlər də. Qulaq asırlar. Nə demək istəyirəm, Müşfiq müəllim? Biz bəzən hər şeyi intellektuallıqda axtarırıq. Hər şeyi ağılla ölçməyə başlayırıq. İstəyirik ki, ağılla həzz alaq. Amma bu əmr də Qurandan gəlmir ki, ağıl etməzmisiniz? Ağıl etməzmisiniz? İman məsələsindədir. Quran-ı Kərimi həyatımıza tətbiq etmək istəsək, əgər biz Quranla ətrafı dəyişmək istəyiriksə, özümüzü dəyişmək istəyiriksə, əlbəttə ki, Qurandakı hökmlərin nə olduğunu bilməliyik. Elə deyilmi? Çünki Quran həm də təlimatdır. Lakin Quranın başqa bir spiritual tərəfi var. Onun sakral tərəfi var. O, insan onun mənasını başa düşmədən də oxuduqda daxilində bir dəyişikliyin olduğunu hiss eləyir. Çünki o qəbul eləyir ki, mənim oxuduqlarım ilahi kəlamdır. Baxın, Quran-ı Kərimin oxunulması tilavət sözü ilə ifadə olunur. Tilavət oxumaq deyil. Tilavət ötürmək deməkdir. Ərəb dilində. Yəni, Allah bu sözləri Cəbrailə, Cəbrail Həzrət Məhəmmədə, Məhəmməd də bizə ötürmüşdür. Və mən bu sözləri tələffüz eləyəndə, məndə elə bir daxili xoş hisslər meydana çıxır ki, mən həqiqətən də o namazda özümü xoşbəxt hiss edirəm. Nədir bu? Namaz
Qurani Kərimi tələffüz elədikdə bir rabitə əmələ gətirir. Bu xəttin başında sən varsan, xəttin digər başında Allah vardır. Və sən o rabitədən həzz almağa başlayırsan. Vədə qoşulursan. Daha sonra sən Quran oxuduğun zaman düşünürsən ki, mən isti, səmimi bir rabitə içərisindəyəm. Çünki Allah necə oxuyubsa mən də elə oxuyuram. Və üstəlik bu rabitədə müqəddəs dövrələr vardır. Birinci dövrə Allahdır, ikinci dövrə Cəbraildir, üçüncü dövrə Peyğəmbərdir, dördüncü sənsən və sən hiss edirsən ki, sənin dövrən də Allahın, Cəbrailin, Məhəmmədin dövrəsi ilə iç-içədir. Bu insana həzz verir, sakral həzdir bu. Bu, ağılla izah edilməsi qeyri-mümkün, sözlə ifadəsi mümkün olmayan həzdir. Amma biz bu həzi yaşayırıq və kimsə iddia eləyə bilməz ki, bu həz yaşanmır. Bu, hər kəsə xas, fərdi sakral təcrübədir və fərdi mənəvi həzdir. Bu, namazlarla bağlı daha bir müzakirə olunan məsələdə, məsələn, Peyğəmbərin Məkkə dövründə deyilir ki, namaz 2 dəfə olub. Bir səhər, bir axşam namazı olubdur və hərəsi də 2 rükət qılınıb. Bəli. Sonra bu namazların sayı artıbdır. Quranda da deyilir ki, o qədər açıq-aşkar bu görsənilmir. Zamanları, vaxtları, adları, rükətləri. Daha sonra isə ümumiyyətlə bu institusionallaşdırdıqca bu din burada məsələn nafilə namazları, fərz, vacib, bəlkə adlarını doğru deyəmirəm, sünnə namazları, bir çox başqaları da yaranıbdır. Beləliklə sanki məsələni biraz da zorlaşdırılmış kimi görünür ki, bir insan ibadətə gəlincə onun qarşısını elə çox bu namazların çoxluğu da kəsə bilər ki, mən hələ hazır deyiləm, mən o intizama girə bilməyəcəm məsələ. Mən məsəl üçün adətən deyirəm ki, 2 dəfədən başla, səhər və axşam, sonra baxarsan, durun. Ki, birdən-birə o şeyin altına girmək, yükün altına girmək onu sıxa da bilər də. Bu barədə fikrinizi alın. Müşfiq müəllim, söhbət namazın neçə dəfə olması, yaxud söhbət namazın forması haqqında getdi. Qeyd edeyim ki, namazın İslamda vəhiy ilə, yəni müqəddəs mətinlərlə müəyyən edilmiş konkret forması var. İstənilən bəşəri əlavə... Quranda yazılır. Bəli, namazı pozur. Bəzən deyirlər ki, namazın forması haqqında Quranda ətraflı məlumat yoxdur. Vardır. Sadəcə bunu iddia edən insanlar namazın əsas forması ilə təfərrüatlı, təfsilatlı forması arasında fərq qoymağı bacarmırlar. Namazın əsas forması nədən ibarətdir? Məsələn, Qurani Kərimdə açıq şəkildə Müzzəmmil surəsi 20-ci ayədə göstərilir ki, sən namazda Quran oxumalısan. Daha sonra Bəqərə surəsi 238-ci ayədə göstərilir ki, sən namazda ayaq üstə dayanmalısan. Daha sonra Həc surəsi 77-ci ayədə və digər ayələrdə göstərilir ki, sən namazda ayaq üstə durduqdan sonra rüküya, daha sonra səcdəyə getməlisən. Bununla yanaşı Ali İmran surəsi 191-ci ayədə göstərilir ki, sən oturmalısan. Bununla yanaşı Bəqərə surəsi 144-cü ayədə göstərilir ki, sən qibləyə üzüvü tutmalısan. Və nəhayət, Maidə surəsi 6-cı ayədə göstərilir ki, sən namazdan qabaq dəstəmaz almalısan. Bax, bu namazın əsas formasıdır. Əlin necə tutulması, barmağın oynadılıb-oynadılmaması, ayaqların necə qoyulması, bunlar təfərrüatdır. Bu formalarda israr etmək həqiqətən də problemdir. İsrar etməyəcəyik. Bunlar ixtilaflı mövzulardır. Məsələn, Peyğəmbər bəzən əlini bu cür qoyurmuş, yorulduqda əlini bu cür eləmiş, yaşlandığı vaxt dizlərini birinci atırmış, amma cavan olarkən əllərini birinci atırmış. Bunlar təfərrüatdır, bunlar əsas deyil. Elə adam ola bilər ki, otura bilməz. Bəli, otura bilmir. Ona görə də ola bilər ki, insan ümumiyyətlə xəstəliyinə görə o hərəkətləri icra eləyə bilmir. Bu vaxt din icazə verir ki, uzaqlı vəziyyətdə gözləri ilə namaz qılsın. Yəni vəziyyət, söhbət burada sağlam zaten insanlardan gedir. Zaten at üstə namaz qılmaq barədə var Quranda. Bəli, bəli.
O ki qaldı namazın deməli vaxtına, Qurani-Kərimdə açıq şəkildə namazın vaxtları və sayı haqqında danışılır Müşfiq müəllim. Bu ərəb dilidir. Ərəb dilinə biz nəzər saldıqda konkret olaraq biz bunun şahidi oluruq. İcazənizlə mən deməli namazın vaxtları ilə bağlı qısa şəkildə deyim. Məsələn, Nur surəsi 58-ci ayədə açıq şəkildə sübh və işa namazlarının adı keçir. Salatul fəcri və salatul işai. Ərəbcə belə keçir. Rum surəsi 17-18-ci ayələrdə günorta namazından söhbət gedir. Deyir ki, hinə tuzhirun. Günorta vaxtına çatdıqda namaz qılın deyilir. Hinə tuzhirun. Daha sonra hinə tumsunə və hinə tusbihun deyilir. Yəni axşama çıxdığınızda, bir də səhərə çıxdığınızda namaz qılın deyilir. Sübh və axşam namazlarından söhbət gedir. İsra surəsi 78-ci ayədə dulukuş şəms ifadəsindən söz açılır. Dulukuş şəms hələ zenitdə ikən günəşin əyilməsidir. Ta batana qədər əyilməni ifadə edir. Həmin vaxt Allah bizə namaz qılmağı əmr eləyir. Söhbət günorta və ikindi namazlarından gedir. Daha sonra eyni ayədə, yəni İsra surəsinin 18-ci ayəsindəğasəqul leyl ifadəsi işlənir. Ərəb dilində gecənin müxtəlif kəsimlərindən danışılır.Ğasəqun daha tünd vaxtıdır, amma tam gecə deyil. Bu işa namazının vaxtına işarədir. Nəhayət Hud surəsi 114-cü ayədə tarafey ən-nəhər ifadəsi işlədilmişdir. Yəni gündüzün hər iki tərəfi. Sübh namazından və axşam namazından söhbət gedir. Nəhayət həmin ayədə və zulfən minəl-leyli. Burada da gecənin gündüzə yaxın hissəsindən söhbət gedir. Yəni artıq gecədir, amma hansı gecədir? Tam gecə vaxtına keçid olmayan bir kəsimdir. Bu da işa namazına işarə edir. Yəni yatsı namazına işarə edir. Peyğəmbərimiz bəli, Məkkədəykən hələ erkən dövrdə 2 vaxt namaz qıldı. Daha sonra bütün digər ayinlərdə olduğu kimi namaz da tədricilik qaydasına uyğun olaraq onun da sayı artırıldı. Oruç da belə idi. Peyğəmbərimiz Mədinəyə gələnə qədər 30 gün oruç tutmurdu və heç kim də tutmurdu. Ayrı-ayrı günlərdə tuturdular. Tədricən orqanizm öyrəşdi. Bundan sonra insanlara din yavaş-yavaş sevdirildi. Daha sonra əsl hökmlər gəldi. Eyni ilə namaz da belə idi. Namaz müəyyən vaxtdan sonra 5-ə çıxarıldı. Bəzən bizə deyirlər ki, 5 vaxt çox deyilmi? Bunu deyirlər. Bilirsinizmi? Bu sualı mənə bir dəfə bir həkim vermişdi. Həkim dedi ki, neçə dəfə namaz qılırsan? Dedim, 5 dəfə namaz qılıram. Dedi, çox deyilmi? Dedim, həkim, gündə neçə xəsisdən qəbul edirsiniz? Bildirdi ki, 10, 15, 20. Dedim, hər dəfə əlinizi yuyursunuzmu? Əlbəttə, dedi. Və gözlərinə baxdım. Nə dediyimi anlamışdı. Bilirsinizmi, günahlar çoxdur. Hər dəfə kirləndiyimizdə biz namazla özümüzü təmizləyirik. Quranda da bu haqda deyilir. İnanın ki, 5 vaxt namaz çox deyil. Dünya bizə bunu bu cür göstərir. Dünyaya bəzən o qədər dalırıq ki, Allahı o dərəcədə ikinci dərəcəli plana daxil edirik ki, Allahla ünsiyyət bizə çox gəlir. Allahla ünsiyyət bizə çox gəlməməlidir. Çünki varlığımızın mahiyyəti Allahdır. Əgər biz ibadəti qəbul ediriksə, deməli Allahı qəbul edirik. Allah haqqında düzgün təsəvvürlərimiz olmalıdır. Biz yox ikən o bizi yaratdı. Hər şey verdi. Heç kəs yoxluğu varlıqdan gözəl hesab eləyə bilməz. Var olma gözəl istir. Var olma gözəl istir. Ondan heç kəs imtina eləmək istəmir. Hər kəs çox yaşamaq istəyir. Həyatdan həzz almaq istəyir. Yoxluq isə bir heçlikdir. Heçlik varlıqla müqayisə oluna bilməz. Çünki ən azından onun nə olduğunu biz bilmirik. Məntiqi cəhətdən. Ona görə biz varlığın hesabına bu oyunu bağlayırıq. Əgər Allah bizə hər şey veribsə,
o bizə hər şeyi veribsə, bu dünyanı veribsə, nə üçün onunla gündə 5 dəfə rabitə qurmağı özümüzə çox bilək. Bir şey üzr istəyirəm. Bax, bu borc məsələsini bir çoxları məsəl üçün vurğulayır namazda ki, namaz bizim Allaha olan borcumuzdur. Yoxsa namaz bizim içimizdə bir proseslərin dərinləşdirilməsi üçün bizə lazım olan bir şeydir. Gözəl Bu iki anlam məsələsini həmişə üz-üzə görürəm mən. Əslində Qurani Kərimdə bu barədə heç nə deyilmir. Lakin biz namazla iç-içə olduğumuzda və düzgün Allah təsəvvürünə sahib olduqda bu sualın cavabını tapa bilirik. Namaz öhdəlik deyil. Elə bir ki, tövcüyə gəlir. Namaz mənəvi bir ara gəlir. Namaz mənəvi borcdur. Borc deyil. Namaz mənəvi borcdur. Nədir mənəvi borc? Və yaxud borcu da insanlar sevməzlər də. Məsələn, borc almağı sevərlər, amma borc qaytarmağı sevməzlər. Mənəvi borc nədir? Kimsə sənə yaxşılıq etdiyində, kimsə sənin yanında olduğunda, sən daxilindən gələn bir istəklə ona özünü borclu hesab edirsən. Siz yəqin ki, fərqi müəyyənləşdirə bilirsiniz. Mənəvi borcla öhdəlik xarakteri daşıyan borc arasında fərq var. Mənəvi borc kimdənsə yaxşılıq gördükdə daxilində meydana çıxan bir istəkdir. O yaxşılığın fonunda sən o qədər xoş hisslər keçirirsən ki, özünə dəyərin verildiyini hiss edirsən ki, sən o mənəvi borcu ödəmə kimi bir qərara görürsünüz ki, işte, futbol başlayır, adamın bütün fikri, zikri futboldadır. Deyir, ay namaz bu vaxtı gəldi, çatdı, tez qaçaraq namazını qılır ki, qayıdım futbola. Deyirəm ki, neynirsən, sənin ağlındakı onsuz da odur. Sən heç orada fasilə vermədin. Borcdur deyə yerinə yetirirsən bunu. O baxımdan Müşfiq müəllim, Allah bizi yaradıbsa, bizə bu qədər yaxşılıq eləyibsə, biz əlbəttə ki, o Allah bir mənəvi borc içərisində oluruq. Məsələn, siz özünüz də bilirsiniz, kimsə sizi böyük ehtiramla qarşılayırsa, sizə böyük dəyər verirsə, sizin içərinizdə ona qarşı eyni cür ehtiram göstərmək üçün bir mənəvi borc yaranmırmı? Təbiidir. Əlbəttə yaranır. Ümumiyyətlə, insanda bir gözəllik qarşısında, bir də yaxşılıq qarşısında təzim etmə duyğusu var insanda. Bu yerdə bir sual da daha vermək istəyirəm. Namaz sözü ərəb sözü deyil. Bəli. Ərəbcədən səlat kəlməsi gedir Quranda və bu farsçadan gələn bir kəlmədir. Mənası əyilmək, hörmət eləməkdir. Bayaq siz dediyiniz mənalarda. Eyni söz sanskrit dilində də var. Məsələn, namaste sözü var hindlilərdə. O da eyni anlamdadır. Əyilmək, sayğı göstərmək deməkdir. İndi bir çoxları, məsələn, alimlər var bunların arasında ki, salat sözünün təkcə namaza aid olmadığını da bildirirlər və bu ibadət haqqında olan fikirlərini həm də bu etimologiya üzərindən çıxış edirlər. İstərdim buna fikrinizi bildirəsiniz. Həm niyə görə bura fars sözü gəldi, daxil oldu, salat sözünü sıxışdırdı, hər halda qeyri-ərəb ölkələrində. Bir də doğrudanmı səlat təkcə namaz deyildir? Müşfiq müəllim, namaz sözü qeyri-ərəb xalqlar arasında geniş yayılıb. Bunun bir səbəbi var. Peyğəmbər sözündə olduğu kimi namaz sözü də farsların İslam xilafətindəki mövqeyi ilə əlaqədar olmuşdur. Farslar ərəblərdən sonra İslam xilafətinin ən intellektual, ən çox saylı mədəniyyət yaratmış və əvvəlki mədəniyyətlərini İslama inteqrasiya elətdirməyi bacaran xalq edirlər. Keçmişi media. Bəli. Biz bugün baxmalıyıq ki, namaz sözü Quranın salətə yüklədiyi mənanın eynisini özündə daşıyırmı? Bəli, daşıyır. Qurana baxırıq, nədir salət? Salət, əlbəttə ki, onun mənşəyi ərəb dilində sallə kökündən gəlir. Sallə bir ağacı, əyri ağacı düzəltmək üçün odun üstünə tutmaqdır. Yəni bir ağac əyridir, onu odun üstünə tuturlar, ağac budaqdan gedir söhbət. Sonra o, deməli, odda müəyyən qızdıqdan sonra onu düzəldirlər.
Namaz da ibadət etdiyimiz zaman özümüzü düzəltməyin adıdır. Özümüzü düzəldirik, əyriliklərimizi düzəldirik. Heç bir söz bihudə yerə meydana çıxmır və yaxud başqa bir anlayışı ifadə eləmir. Bəli, Qurani Kərimdə namaz sallə həm də dua deməkdir. Təxminən 99 yerdə bu kökdən yaranan söz formalar işlənir. 80 yerdə ancaq salət sözü işlənir. Təxminən 65-70 yerdə isə bu söz sırf namazı, ibadət aktını bildirir, duanı bildirmir. Məsələn, mən sizə bir misal deyəcəyəm. Çünki deyirlər ki, orada namaz qılın, əslində namaz qılın deyil, dua edin deməkdir. Məsələn, baxın, Allah Teala Nisa surəsi 103-cü ayədə deyir ki, فَإِذَا قَضَيْتُمُ الصَّلَاةَ فَذْكُرُ Elə ki, namazı qılıb qurtardınız, Allah'ı xatırlayın, ona dua eləyin. Yəni, duadan sonra yenidən duaya nə ehtiyac var? Amma ayindən sonra əlavə dualara ehtiyac var. Bu ayə göstərir ki, sırf söhbət namazdan və ayrıca duadan gedir. Daha sonra İbrahim Peyğəmbər yenə eyni adlı surədə 40-cı ayədə buyurur. Ey Rəbbim, məni və mənim övladlarımı namaz qılanlardan elə və mənim duamı qəbul eylə. Həmin ayədə iki ərəbcə söz işlənir. Biri duaun sözüdür, bizim bildiyimiz dua sözü. İkincisi namaz sözüdür. Əgər söhbət oradakı salətdən, söhbət o salət sözü ilə duadan gedirdisə, onda ayənin sonunda dilçilik qaydalarına görə Allah salət sözünü işlətməlidir. Amma burada fərq qoyur. Bununla yanaşı, dua üçün qibləyə üz tutmağa ehtiyac yoxdur. Dua üçün dəstəmaz almağa ehtiyac yoxdur. Yəni, heç kim iddia eləyə bilməz ki, mən dua eləmək üçün mütləq dəstəmaz almalıyam. Belə bir qayda yoxdur. Və duanın konkret olaraq forması yoxdur. Sən istədiyini eləyə bilərsən. Çünki dua nədir? Ehtiyacım var, Allahdan istəyirəm. O, istənilən formaya düşə bilir. Amma namaz üçün dəstəmaz. Ritual. Əlbəttə, çünki deyir ki, namaza başlamadan qabaq dəstəmaz alın. Dua deyil bu. Yəni, Müşfiq müəllim, bir məsələyə də toxunum, əgər icazə versəydiniz. Qısa şey. Bəzən deyirlər ki, namazlar ikidir. Amma Quran özü cavab verir. Deyir ki, namazlarınıza diqqət yetirin. İki namazdan söhbət geçsəydi, iki namaz adı çəkilərdi. Xüsusən orta namaza. Bəs birləşdirmək necə olarmı? Namazların əlbəttə Peyğəmbərimizin təcrübəsində namazların birləşdirilərək qılınması olmuşdur. Məsələn, Peyğəmbərimiz günorta namazı ilə ikindi namazını birləşdirmişdir. Daha sonra axşam namazı ilə də işə namazını birləşdirmişdir. Elə situasiyalar var ki, məsələn, döyüş zamanı Peyğəmbərimiz ən axırıncı namazın vaxtında sübh namazından başlamış, sübh, günorta, ikindi, axşam namazlarını birlikdə qılmışdır. Xüsusi situasiyalar var ki, Peyğəmbərimiz bunu etmişdir. Ya da qatar sürür, maşinisti dayana bilməz. Müşməm, bəzən ərəb dilini bilməyən insanlar eyni kökdən düzəlmiş sözlərin mənasını təhrif edirlər. Məsələn, Qurani Kərimdə belə bir ayə var ki, həqiqətən Allah mələkləri Peyğəmbərə xeyir-dua edirlər. Deyir ki, söhbət burada köməkdən gedir. Dəstəkdən gedir. Dəstəkdən gedir. Söhbət dəstəkdən getmir. Söhbət burada duadan gedir. Allaha aid etdikdə bu söz Allahın rəhm etməsi, şəfqət göstərməsi, mələklərə aid edildikdə isə dua etmə mənasını verir. Söhbətimiz bundan sonra qızışırdı, amma baxıram ki, vaxtımızı çox keçirmişik. İnşallah bu mövzuya bir də qayıdarıq, bu toxunamadığımız nöqtələrə bir də toxunarıq. Mən təşəkkür edirəm sizə gəldiyiniz üçün, izləyicilərimizə isə gələn görüşlərə qədər deyirəm. Sağ olun.